Baş ağrıları səbəbindən tez-tez ağrı kəsici dərmanlar qəbul eləyir. Bir müddət sonra mədəsində ağrı hiss eləyib, bizə müraciət eləyib. Mədə müayinəsi zamanı mədəsində qanayan, üzəri qanayan səpkilər görürük. Və buradan tövsiyəm insanlara odur ki, hər ağrı olduqda, ağrı hiss etdiyində ağrı kəsici dərmanlardan istifadə eləməyin. Və mütləq həkim kontrolunda olun. Əgər xəstələrdə qastrit, yara, xora kimi problemlər varsa, bu ağrı kəsicilər həmin patologiyaları daha da ağırlaşdırır. Yaraların ağırlaşması onların qanamasıdır, deşilməsidir. Bu da çox ciddi problemlərdən biridir. Hər qarın ağrısında ağrı kəsici istifadə eləməyin. Çünki ağrı kəsicilər dediyim kimi bu cür problemlərə səbəb ola bilir. Sağlam olun, sağlamlığınıza dəyər verin, vaxtında həkim kontrollarınızı eləyin ki, daha iləri yaşlarda hər hansı bir xəstəliklə qarşılaşmayasınız. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.